Değerli müsəlmanlar, bu yaxında qarşıma belə bir video çıxdı. Nə qədər işim varsa hamısını gör, halallaş, borclarımı qaytar, bir həftədən sonra qayıdıb canımı alacağam. Mövzumuzu, bu videonu daha gözəl anlamağınız üçün ilk öncə 2 ayəyə nəzər salaq. Əgər onlardan nə üçün istehza etdiklərini soruşsan, sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq deyərlər. De ki, Allaha, onun ayələrinə və peyğəmbərinə mi istehza edirsiniz? Bəli, onlardan mövzularınıza, söhbətlərinizə, musiqilərinizə, filmlərinizə, məqalələrinizə, Allahın ayələrini, hər hansı bir hökmünü, simvollarını, şəriətini, təyin etdiyi geyimini, halal-haram hüdudlarını qatıb da, bunları niyə lağ, gülüş, oyun və əyləncə obyekti edirsiniz? Soruşduğunuz zaman deyərlər. Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq. Ciddi değildik. Bizim məqsədimiz dinlə zarafat deyil. Tema tamam başqa idi. İroniya, satira siz tutmadınız və bənzər söhbətlərlə sudan quru çıxmağa çalışmaq. Ancaq bütün bu deyilənlərə, bəhanələrə qarşılıq Rəbbimiz nə cavab verir? Üzr istəməyin. Siz iman gətirdikdən sonra təkrar kafir oldunuz. Sizdən tövbə edən bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracaq. Alimlərin bugünkü mövzumuz istehza ilə bağlı rəylərini araşdırsanız görəcəksiniz ki, istehzaya başı qarışıb lağ edənlər də, orada olub buna səs çıxarmayanlar da. Onlara gülənlərin hamısı Allah qorusun kafir olar. Rəbbimiz nə buyurmuş? Ayələrimizi ələ salanları gördüyün zaman, onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur. Əgər şeytan bunu sənə unutturarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma. Və digər ayə, Allahın ayələrinin inkar edildiyini və onların ələ salındığını eşitdiyiniz zaman, onlar bundan başqa bir sözə, mövzuya keçənə qədər onlar ilə birlikdə oturmayın. Yoxsa siz də onlar kim olarsınız? Allahın şiarları, işarələri əsla və əsla hər hansısa bir ironiyanın, satiranın aləti edilə bilməz. Biriləri bir videoda, musiqidə, bir məclisdə Allahın ayələrini, şəriətini lağ, əyləncə mövzusu edib və ya lağ, əyləncə mövzusuna qatıbsa, müsəlmanın bu kimi şeylərə müamiləsi dərhal müdaxilə və ya həmin məclisi tərk etməkdir. İşim çıxdı, üzürlü sayın tualetə getməliyəm deyə bəhanələr irəli sürərək deyil. Mərdicə, mən Allahın ayələrinin lağ olunduğu məkanda oturmaram deyərək oranı tərk etmək. Mövzumuzu daha gözəl anlamağınız üçün bir neçə misal təqdim edim. Məsəl üçün götürək qarşıma çıxan bu videoda ölüm mələyinin lağlağı mövzusu edilməsi. Hansı ki mələklərə iman, imanın 6 şərtindən biridir. İlk olaraq ölüm mələyi, Əzrail kimi təqdim etdikləri mələyə necə gəldi bir görkəm verməklə lağlağının təməlini qoyublar. Nə qədər işim varsa hamısını gör, halallaş, borclarımı qaytar, bir həftədən sonra qayıdıb canımı alacağam. Elə şey olur. Niyə olmur? Xeyr olmur. Çünki lağlağı etdiyiniz ölüm mələyi öz istəyinə görə deyil, Allahın əmrlərinə görə hərəkət edər. Nəhayət, birinizin ölümü çatdığı zaman mələklərimiz onun canını alar. Onlar öz işlərində heç bir nöqsana yol verməzlər. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də irəli keçə bilərlər. O qədər getdilər şikayət edilər ki, o tərəfdə. İndi mənə bir dəfə göndərlər, aynəm get xəbərdarlıq elə. Bir dəfə göndərlər get canını al. İşim artırmısı da mənim ortada heç nə. Yenə zarafat və lağlağı ilə Allahın adına yalan uydurmaq. O zalımlar ölümün boğucu dalğaları içindəykən, mələklər də əllərini uzadıb onlara çıxarın canlarınızı, Allaha qarşı yalan sözlər danışdığınıza və onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bugün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız deyərkən onların halını bir görəydin. Bu boş əyləncə videolarına görə də Allah haqqı, vallah deyərək ki, yalandan and içmək də yalanların ən böyüklərindəndir. Allah'ın olsun. Allah'ın olsun. Kimin ölü pulu varsa problem yoxdur. Müraciət edin, dirildirəm. Bax, bu da mənim vizitkamdır. 30-un 70-ə işləyirəm ha. 30% mənim, 70% sizin. Diriltmək, öldürmək, videoda nə qədər istehza mövzusu var. Dirildən də, öldürən də odur. Gecə və gündüzün dəyişməsi də onun əlindədir. Yenə də düşünmürsünüzmü? Həqiqətən 5-10 manata görə, ekranda qalmağa görə, sizi yaradıb bunca nemətlər bəxş edən Allahın dini ilə istehza etməyə dəyərmi? Bu video bəlli ünvanlara çatsa, bunu bir nəsihət kimi qəbul edib, Allahın dininə istehza etməkdən çəkinsinlər. Əks halda özləri ilə yanaşı nə qədər insanın da həlakına səbəb olurlar. Kimin toyunda ana segahı oxunmuyor? Adəmlə Həvvanın. Allahın peyğəmbərinə mi istehza edirsiniz? O kimdir ki,
nənəsi onu gülərək çağırır. Yahya. Yahya eləmi? Yenə Allahın peyğəmbərinə mi istehza edirsiniz? Hansı ki o Allah buyurur: "Ey Zəkəriya, biz səni Yahya adlı bir oğulla müjdələyirik." Bundan əvvəl bu adı heç kimə verməmişik. Şəxsən Allah tərəfindən verilmiş bir adla istehza. Müğənni Dua Lipa'nın atası qızı universitetə daxil olanda nə dedi? Nə dedi? Duam qəbul oldu. Okey, hamımız duam qəbul olundu deyərkən, bunun Rəbbimizə bir müraciət olduğunu bilirik. Rasulullah sallallahu aleyhi və səlləm dua ibadətin özüdür buyurmuş. Allahın şəriətini, dinini boş bir insanın adı ilə sintez edib. Lağlağı mövzusu etmək istehza deyil, nədir bəs? Teatral ada hansıdır? Shakespeare Allahı. Yenə Allahın ismini istehza mövzusu etmək. Hansı körpüdən maşın keçmir? Hansı? Sirat körpüsündən. Budur Allahın şiarları, nişanələri ilə istehza etmək. Maşın bilmirəm, amma sən əmin ol, tövbə etməyib bu hal üzrə ölsən, sən 100% o körpünün üzərindən keçə bilməyəcəksən. Donuz digər donuzu öpəndə nə deyir? Nə deyir? Haramımsan. Bir donuz yaxşı status yazanda o biri donuz nə deyib? Nə deyir? Halal elə götürdüm. Yaxşı iş görən donuza nə deyirlər? Nə deyirlər? Halal olsun. Donuzu haram edən, halal haram hüdudlarını qoyan kimdir? Maidə surəsi 3-cü ayədə Rəbbimiz buyurur ki, donuz əti sizə haram edildi. Halalımsan, haramımsan deyərək Allahın hüdudları ilə mi istehza edirsiniz? Dilinizin uydurduğu yalanlara əsaslanaraq bu halaldır, bu isə haramdır deməyin. Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Əzrail xoşuna gələn qız görəndə nə deyib? Nə deyir? Ölümünə şeysən. Bıçaq cəhənnəmə düşəndə nə deyib? Nə deyir? Xalonlardan nə var? Yenə Allahın şarlarından, imanın 6 şərtindən biri olan cəhənnəm və cənnət ilə istehza. Bir insanın dini və sağlam imanı olmadığı təqdirdə zarafat hüdudu da olmaz. Məhz bu kimi zarafatlar zamanla Allahın nişanələrini insanlar nəzdində bir lağlağı və ciddiyə alınmayan bir nəsnəyə çevirir. Uzun sözün qısası, olursan batilə yardım edənlərdən biri. Ancaq özünü çox aristokrat, cahilliyi yırtıb üstün mərtəbələrə çatmış biri kimi hesab edirsən. Vaxtilə məhz bu söhbətlərə görə mən bu kimi verilişlərə, proqramlara qatılmamışam. Bəziləri dinə toxunaraq başımıza bir problem açmayaq kimi bir düşüncədə olmasaydı, əminəm ki, dini mövzular üzərində yumor qurmaq belə onlar üçün bir problem olmayacaqdı. Yəni bundan çəkinmələri Allah qorxusundan deyil, cəmiyyətin tənqidinə tuş gəlməmək üçündür. Necə ki, Rəbbimiz bu tip insanlar barəsində buyurur. Onların ürəklərində sizə qarşı hiss etdikləri qorxu, Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır. Şəxsən mən Allahdan qorxmasaydım, vulqar sözlər istifadə edərkən, bunlara qarşı insanların nə düşüncədə olduqları mənim vecimə belə olmazdı. Rəbbim şahiddir, filmlərdən parodiya etdiyim dövrdə belə. Bu istehza mövzusunu həmişə göz önündə saxlayaraq, aman ha, birdən bilmədən mən də bu bataqlığa bataram deyib, bu məsələdə diqqətli olmağa çalışmışam. Amma mənim də bilmədən düşdüyüm xətalar olubsa, əminəm ki, kiçik də olsa olub. Bunlara görə hər kəsin qarşısında Rəbbimə səmimi tövbəmi bildirib, ondan bağışlama diləyirəm. Rəbbim, şübhəsiz ki, ucalıq və ululuq sənə məxsusdur. İstehza edilib ələ salınacaq biri varsa, o da mənim nəfsimdir. Vallahi elə bu mövzu haqqında çəkiliş etmək istəyirdim ki, mənə bu film haqqında bilgi verdilər. Bəs bax gör dini, Quranı, İslamı necə təhqir edirlər. Mən vaxtilə bu kurğuda olmasaydım, bəlkə mən də fikirləşərdim ki, satira, ironiya ilə cəmiyyətdəki problemləri tənqid edərək aradan qaldırmaq istəyirlər. Amma xeyr, bu insanın zaten İslam, Quran, Peyğəmbərlə heç bir əlaqəsi yoxdur. Və çox təəssüf edirəm ki, vaxtilə din ilə istehza edərkən, içimdə partlaya bunlar ilə eyni masa arxasında oturmuşam. Və zəl mizan bəqlimul vəznə bilqisti və la tuxsirul mizan. Molla Nəsrəddin kimi güya xurafatla mübarizə adı altında. Əslində İslamın özəyinə zərbə vururlar. Bilərək və ya bilməyərək. Güya xurafat aradan qaldırırlar. Ancaq bir xurafatı qaldırıb yerinə özlərinə sərf
edən xurafatı yerləşdirirlər. Harun mənim yaxın podruqalarımdan biri idi. Bir yerdə çox gizlirdi. 2016-cı ildə biraz həyatımda çox çətin anlar yaşayırdım. Harunla məsləhətləşdi. Daha doğrusu mən ağladım, Harun qulaq asdı. Dedi ki, abi sən KVN-də falan ən azından sənin praktikon var da, o bəlkə nəsə çəkib eləyəsən. Dedim, mən okey, mən çəkdim. Mənə qabağa çəkən lazımdır da. Yavdundan müqatdım ki, sən eləyəsən də bunu da başa düşdün. Onu da izləyicilər oldu. Həmən eləyərəm, nə şey eləmirəm. Ondan sonra da hər şey başladı. Part başladım çəkməyə. Harun oradan videolarımı da belə çək. Vaxtilə bəli, mən bu insana dəstək olmuşam. Ancaq uzun müddətdir, bəlkə özünə gələr deyə. Heç vaxt şəxsiyyətini ortaya qoyub tənqid etməməyə çalışmışam. Çünki belə bir şeyi sevmirəm. Amma görürəm ki, videolarında Allahın nişanələri ilə artıq istehzanın sayı hesabı yoxdur. Məsələ artıq qlobal xarakteri daşıdığından mən bu insandan da, onun ətrafından da, ərsəyə gətirdiklərindən də uzaq olduğumu bildirmək istəyirəm. Bu insan hal-hazırda sahib olduğu inanc və fəlsəfə ilə əsla sizə doğru yolu göstərməz. Sizlər onlar üçün sadəcə pul gətirən obyektlərsiniz. Ümid edirəm bir gün o da qəflət yuxusundan oyanar və tövbə edərək Allah iman gətirər. Beləliklə doğru istiqamət tutaraq qəflətdən oyanar. Uzun sözün qısası dırnaqarası zarafat proqramlarında, filmlərdə, məqalələrdə Allahın dininə olan küfürləri saysaq, bu video gərək saatlar çəksin. Ancaq şeytan sizə unutdursa, ayəsini nəzərə alsaq, mən də bu xatırlatmanı etdim ki, xatırlatmaq möminlərə fayda verər. Əgər hər hansısa bir zarafat mövzusu, məqaləsi hazırlasanız, ümumiyyətlə hər bir məsələdə Allahın dininə istehza etməkdən qorunun ki, əməlləriniz puç olmasın. Bunu birinci özümə, sonra da sizə nəsihət edirəm.